Uşaqlar, bugün sizlər üçün parallelogram və rombun sahəsinə aid 20 suallıq bir sınaq izahı verəcəm. İlk sualda M nöqtəsi ABCD paralleloqramının AB tərəfini AM 18 və MB 19 cm olan iki hissəyə ayırır. Bir paralleloqramımızı çəkək. Paralleloqram üzərində deməli A, B, C, D. Üzərində bir M nöqtəsi var ki, burada A'nın uzunluğu 18 cm, MB isə 19 cm-dir. Və CBD, burada CBD, yəni bu paralleloqramın sahəsinin yarısı olan üçbucağın sahəsi 111-dir, santimetrin kvadratıdır. Bu aşağı hissədəki ABD üçbucağında M və D-ni birləşdirsək, bu zaman əmələ gələn üçbucağın sahələri 18 və 19-a mütənasib olduğundan, yəni bura biz 18S, bura isə 19S yaza bilərik. Və bu iki deməli üçbucağın sahələr cəmi etdi 37S ki, paralleloqramın diaqonalda onun sahəcə bərabər iki üçbucağa ayırdığından alt hissəsinə CBD qeyd edə bilərik. Yəni SCBD hissəsi də 37 S-ə bərabərdir ki, o da 111-dir. S-in hər biri olacaq 3. Bu zamanda 18-i 3-ə vuraq AMD üçbucağının sahəsini 54, 19-u 3-ə vuraraq isə MBD üçbucağının sahəsini 57 cm kvadrat alırıq. Bizdən isə MBD üçbucağının sahəsini istəyirdi, yəni doğru cavab olacaq 57. Növbəti sualda M nöqtəsi paralleloqramın deməli AB tərəfini 2 bölünsün, 3 nisbətində bölür. Paralleloqramımızı çəkək. Adlandıraq A, B, C, D. Yenə də M nöqtəsi burada 2x və 3x şəklində hissələrə bölsün. AMD üçbucağının sahəsi 24-dür. Bu isə S bərabərdir. Gəlin S deməyək. SAMD oldu 24 santimetrin kvadratı. Və bu yenə də BD diaqonalını birləşdirsək, bu hissə 2S, bu hissə olsun 3S. Tərəflərə uyğun mütənasib parçalar ayırır. ABD-nin sahəsi 5 olduğundan o zaman BCD-nin sahəsi də 5 olacaq və paralleloqramın sahəsi ümumilikdə oldu 10S. AMD isə AMD sahəsi 2S-li hissə 24-dürsə 1S olacaq 12. SABCD paralleloqramının sahəsi, yəni 10S, onu da 12-yə vurmaqla bütöv paralleloqramın sahəsi olacaq 120 cm kvadratı. Növbəti rombun perimetrinin onun diaqonallar cəmi olan nisbəti kök 3 olarsa iti bucağını tapın. Deməli, rombun perimetri, yəni 4A'nın diaqonallar cəminə D1-in və D2-nin cəminə nisbəti kök 3-ə bərabərdir. Gəlin hər tərəfi kvadrata yüksəldək. Görək, onların həmin rombun iti bucağı bu şərt daxilində neçə dərəcə olacaq? 4A kvadratı bölünsün D1-in kvadratı, üstə gələk D2-nin kvadratı, üstə gələk 2D1, D2 bərabərdir 3-ə. Və bilirik ki, rombda tərəf və diaqonallar arasındakı əlaqə düsturuna görə diaqonalların kvadratlar cəmi bərabərdir tərəflərinin kvadratlar cəminə. Yəni 4 dənə A kvadratına. Aparıb bu düsturu alt hissədə yerinə yazaq. Bir də bəs rombun diaqonallar hasilini onun iki bucağı ilə əlaqələndirən hansı düsturlar tanıyırıq? Xatırlayaq ki, S bərabərdir həm diaqonallar hasilinin yarısı idi, həm də sahəni taparkən A kvadratı sinus alfadan istifadə edirik. Və bu iki düsturu birləşdirsək, olacaq diaqonallar hasilinin yarısı bərabərdir A kvadratı sinus alfaya. Buradan da diaqonallar hasili D1 vurulsun D2 bərabərdir 2A kvadratı sinus alfaya. Bu düsturu aparıb burada yerinə yazaq. Olacaq bu şəkildə. 16A kvadratı bölünsün. Diaqonalların kvadratlar cəminin yerinə 4A kvadratı. Üstə gələk
Diaqonallar hasilinin yerinə 2a kvadrat sinüs alfa, qarşıda da bir 2 olduğu üçün 4 dənə a kvadratı sinüs alfa bərabərdir 3-ə. Alt hissədən 4a kvadratının mötərizə xaricinə çıxardaq. Olacaq 1 plus sinüs alfa bərabərdir 3. İxtisar edək. Çarpaz vursaq 3 üstəgələk 3 sinüs alfa bərabərdir 4-ə. 3 sinüs alfamız əgər 1-ə bərabərdirsə, buradan sinüs alfa bərabərdir 3-də 1-ə. Sinüs 3-də 1-i, yəni tanınmış bucaq olmadığı üçün yazacaq arcsinüs 3-də 1. Doğru cavab D variantı. Növbəti sahəsi 6 kökdə 3 olan paralleloqramın AB tərəfi 2 kök 3-dür. BAC bucağı isə 30 dərəcədir. Yenə də paralleloqramımızı çəkək. Adlandıraq A, B, C, D. AB tərəfi 2 kökdə 3-dür. BAC bucağı 30 dərəcədir. Əgər paralleloqramın sahəsi 6 kök 3-dürsə, diaqonal da onun sahəsini 2 hissəyə ayırdığından o zaman BAC3 bucağının sahəsi də olacaq 6 kökdə 3-ün yarısı SABC. Olacaq deməli 3 kök 3. Və 3 bucağın sahə düsturuna görə axtarılan da diaqonal olduğu üçün 3 bucağın sahə düsturu ilə AB sinüs alfa bölünsün 2. S3 bucaq. Yəni 2 tərəf və onlar arasında qalan bucağın sinüs sahəsinin yarısı. 2 kök 3 vurulsun, x vurulsun. Sinüs 30'da da alacaq 2'də 1 qiymətini. Bölünsün 2 bərabərdir 3 kökdə 3'ə. 2'ləri ixtisar edək. Buradan x kök 3 bərabərdir. Çarpaz vursaq 6 kök 3'dürsə kök 3'lər gedəcək və x bərabərdir 6'ya. Bu da bizim diaqonalımızın uzunluğu olacaq. Növbəti sahəsi 48 olan paralleloqramın A və B bucaqlarının tənbölənləri DC tərəfini M nöqtəsi üzərində kəsişir və AMCD 4 bucaqlısının sahəsi. Gəlin şəkil çəkək. O zaman tam hər şey aydın olacaq. Deməli, adlandıraq A, B, C, D. Bizə nə verir? A və B bucaqlarının tənbölənləri. Tənbölənin biri bu, bir də bu. Biraz şəkildə tənbölən kimi görünmədi. Tənbölənlər. Bu zaman, gəlin biraz daha səliqəli çəkməyə çalışım. Amma M nöqtəsi üzərində kəsişdiyi deyilir. Bura alfa, alfa. Bura beta, beta yazdığımız zaman 2 alfa plus 2 beta cəmi 180'dirsə, sizə xassəni xatırladıram ki, paralleloqramın bir tərəfinə bitişik bucaqları qarşı tərəf üzərində kəsişdiyi zaman fərq etməz. İstər qarşı tərəf üzərində kəsişsin, istər hər hansısa daxil nöqtəsində kəsişsin. Bu zaman yaranmış üçbucaq hər zaman düzbucaqlı üçbucaq olur. Çünki burada alfa plus betamız 90'sa, deməli 3-cü bucaqda 90 dərəcə olacaq. Və əmələ gəlmiş içəridəki üçbucağın sahəsi hər zaman paralleloqramın sahəsinin yarısına, yəni biz buradakı sahələrə S deyərək, burada isə 2S deyirik. Yanlardakı üçbucağın sahələri isə paralleloqramın sahəsinin 4'dən 1 hissəsini təşkil edir. Yəni 4 hissəyə bölünmüş paralleloqramın sahəsi 48'dirsə, baxın, şərtdə artıq paralleloqramın sahəsini 48 vermişdik. 4S bərabərdir 48'dən, S bərabərdir 12. Bunlar buradakı kiçik üçbucaqların sahələridir ki, 12'dir. İçəridə yaranmış düzbucaqlı üçbucağın sayısı isə 24'dür. Biz isə axtarırıq A, M, C, B. Yəni 3S'lik hissəni ki, həmin 4 bucaqlının sahəsi isə 24 ilə 12'nin cəmindən edəcək 36. Növbəti paralleloqramda DK tənböləndir. A, B, C, D. D, K tənböləndir. Və bu şəkildə
Bura M. AKD üçbucağının sahəsini bizə 54 verir. KM perpendikulyarı isə 6 santimetrdir. Bura hissədə uşaqların ən çox unutduğu bir xassiyə var. Baxın, istənilən bir bucaqdan tənbölən çəkirdiyiniz zaman həmin tənbölən üzərində götürülmüş nöqtədən tərəflərə qədər olan məsafələr bərabərdir. Yəni, məsələn, bizim bucağımız olsun AD bucağı və yaxud da ADS bucağı. Buradan tənbölən çəkilib, DK tənböləni. Yəni, götürülmüş nöqtədən tərəflərə qədər olan, yəni MK məsafəsi ilə bu K'dan AD'yə indirilən perpendikulyarlar bir-birlərinə bərabər olacaq. Onun da uzunluğu 6'dır. Biz isə AD tərəfinin uzunluğunu bilmirik, ancaq həmin üçbucağın sahəsini bilirik. X vurulsun 6 bölünsün 2 bərabərdir 54'dürsə, 3x bərabərdir 54'dən, x də bərabərdir 18'ə. 18 isə həm AD uzunluğu, həm də BC uzunluğu olacaq ki, biz də BC tərəfinin uzunluğunu axtarırdıq. Növbəti perimetri 12 körbucaq təpəsindən çəkilən hündürlüklər kök 3 və 2 kök 3 olarsa paralleloqramın iki bucağının dərəcə ölçüsü. Baxın, hündürlüklərdən birinin digərindən neçə dəfə böyük olduğu görülür verilən şərtə görə 2 dəfə. Ona görə gəlin baxın, bu kiçik hündürlüyə kök 3 deyək, böyük hündürlüyə isə 2 kök 3 deyək. 2 kök 3. Bu zaman tərəflərdən biri də digər tərəflərə hündürlük tərs asılı kəmiyyətlər olduğundan bu hardan çıxırdı? A vurulsun H-a bərabərdir, B vurulsun HB-dən. Biz A vurulsun kök 3 bərabərdir, B vurulsun 2 kök 3 yazsaq, kök 3'lər gedərsə A bərabərdir 2B-yə. Yəni kiçik tərəfə x, böyük tərəfə isə 2x deyək. Perimetri isə bizə 12 olarak verilmişti. Yani 6x bərabərdir 12'den, x de bərabərdir 2'ye. Bu zaman kiçik tərəf 2, böyük tərəfin 4 olduğunu tapırıq. Növbəti paralleloqramın iti bucağının dərəcə ölçüsü. Baxın, bura alfa. İstər ki, bəzən uşaqlar 30, 60, 90'ı tez görür. Bura Pifagor teoreminə görə öncə 2'nin kvadratından kök 3'ün kvadratını çıxdıqda nə edəcək? 1. Görünür ki, katet hipotenuzun yarısına bərabərdir. Deməli, burada 30 dərəcəli bucaq var. Və düzbucaqlı üçbucaq olduğundan iki bucaqda olacaq 60 dərəcə. Və yaxud da biri tapmamışda əlimizdə qarşı katet var, hipotenuz var. Sinus alfa bərabərdir. Qarşıdakı katetin, yəni kök 3'ün hipotenuza nisbəti sinusda kök 3 bölünsün 2'ni alırdı 60 dərəcədə. Əgər bizdən paralleloqramın bir kör bucaq təpəsindən çəkilmiş hündürlüklər arasında qalan bucağı desə, bu hər zaman iti bucağa bərabərdir. Səbəbi, iti bucaq 60 dərəcə olan zaman kör bucaq olacaqmı 120 dərəcə? Bir tərəfə bitişik bucaqların cəminin 180 olmasından. Baxın, burada bir 4 bucaqlı yarandı. Bu 4 bucağının 2 bucağı 90, 90, 180 edirsə, deməli qarşı bucaqların da cəmi 180 etməlidir. Ona görə də həmin bir təpədən çəkilmiş, yəni kör bucaq təpəsindən çəkilmiş hündürlüklər arasında qalan bucaq da iti bucağın özünə, yəni 60 dərəcəyə bərabər oldu. Növbəti paralleloqramda A bucağının tənböləni BC tərəfini K nöqtəsində kəsir. Öncə şəkil. Çəkək. Deməli, adlandıraq. A, B, C, D paralleloqramının A bucağının tənböləni BC-ni K nöqtəsində kəsir. Pasiya hər kəsə yəqin ki, aydındır ki, iti bucaq təpəsindən çəkilmiş, istər iti, yəni istər yalnız iti deməyək də, iti və yaxud kör bucaq təpəsindən çəkilmiş tənbölən hər zaman orada bərabər yanlı üç bucaq ayırır alfa. Alfa, burada alfa yazırdıq ki, AB BK-mıza bərabərdir. A bucağı bütövlükdə 30 dərəcədir. Kasiyə uzunluğu 6'dır. Burada yaranmış trapesiyanın AKSD trapesiyasının orta xətti 13'dürsə, baxın, trapesiyanın orta xətti oturacaqlar cəminin yarısıydısa, x plus 6 bölünsün 2 əgər 13'dürsə, buradan x plus 6'mız 26'dırsa, x də bərabərdir 20'yə. Qarşı tərəflər bərabər olduğundan elə
BC uzunluğu da 20 santimetrdir. Bu zaman BK uzunluğuna qalacaq 14 santimetr. BK 14 santimetrsə AB uzunluğu da 14 santimetrdir. Bərabər yanlı üçbucaq ayırdı. Və bizdən də paralelogramın sahəsini istəyir. Bütövlükdə iti bucağının özü 30 dərəcədə verilmişdi. S paralelogram bərabərdir AB sinüs alfadan 14 vur 20 vur sinüs 30 dərəcə. Sinüs 30 dərəcədə 2'də 1 aldığından 280 vurulsun 2'də 1'dən sahəmiz edəcək 140. Kim istərsə bu şəkildə də edə bilər. Baxın, bu iti bucaq bütövlükdə 30 dərəcə deyilmi? Hündürlük endirər. BH deyək bura. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun, yəni 14'ün yarısı 7 olacaq. Daha sonra A vurulsun H-dan 20'ni 7'ye vurarak da yəni də 140 tapa bilərsiniz. Paralelogramın növbəti məsələmizə baxaq artıq. Paralelogramın hündürlükləri 6 kök 3 və 8 olarsa onların arasındakı bucaq da 60 dərəcə. Biraz öncə nə isbat elədik? Paralelogramın bir təpədən, yəni kör bucaq təpəsindən çəkilmiş A, B, C, D. Hündürlüğünün biri 6 kök 3, digəri isə 8'dir. Və onlar arasında qalan bucaq 60 dərəcədirsə, bu zaman iti bucaq da 60 dərəcədir. Və bu digər bucaqda olacaq 30 dərəcə. A, B, burada H adlandırım. A, B, H üçbucağında 30'un qarşısına dayanan katet hipotenuzun yarısına 3 kök 3'e başlayın. Hipotenuz değil de 6 kök 3. 60'ın qarşısında 6 kökdə 3 dayanırsa 30'un qarşısındaki ondan kök 3 dəfə kiçik 6'ya. 30 dərəcəli bucaq qarşısındaki katet 6'dırsa hipotenuz isə 12 santimetrdir. Biz paralelogramın sahəsini axtarırıq. Növbəti bu tərəfdə də baxaq. Burada 60 dərəcə, burada 30 dərəcədirsə, deməli bu dəfə isə 60'ın qarşısı 8'dir. 30'un qarşısını tapdıqda 8'i böləcək kök 3'e. 30 dərəcəli bucaq qarşısındakı katet 8 bölünsün kök 3'dürsə, gəlin bu şəkildə buranı iştiraklayaq ki, yəni söhbət B, C, burada K deyəcəm, üçbucağından gedir. 30 dərəcəli bucaq qarşısındakı katetimiz 8 böl kök 3'dürsə, hipotenuz da ondan 2 dəfə böyük 16 bölünsün kök 3'dür. Baxın, artıq burada 16 bölünsün kök 3'dür. Sahəni tapmaq istəyən 16 bölünsün kök 3 6 kök 3'e vurur. İstəyən də AB sinüs alfa düsturundan istifadə edir. Biz gəlin AH düsturundan istifadə edək. Yəni 16 bölünsün kök 3'ü vuraq 6 kökdə 3'e. Kök 3'lər ixtisar gedəcək və nəticədə sahəmiz 96 alınır. Şəkildə paralelogramın AB tərəfi üzərindəki Y nöqtəsi D və C təpələri ilə birləşdirilib. Uyğun olaraq sahələrin S1'in S2'yə nisbəti 1 böl 3 kimidir. S3 hissəsi 12'dir və S2'nin sahəsini istəyir. Baxın, buradakı şərti bilsəniz çox rahat bir məsələdir. Yəni geniş şəkildə sözlərinin verilməsinə baxmayaraq A, B 6 hissədədir. A, B, C, D. Baxın, bu şəkildə birləşdirilib. Buradakı S1 ilə S3'ün cəmi hər zaman S2'yə bərabərdir. Səbəbini buradan kölgə ilə göstərin. Baxın, burada bir paralel şəkildə uzatsaq, yəni 2 dənə ayrı bir paralelograma yaratsaq, bu S1 hissəsi burada S1 olmazmı? Bura S3 olduqda burada S3 olmazmı? Bax, o səbəbdən S2 buradakı S1 ilə S3'ün cəminə bərabərdir. Yazaq. S2 S1 ilə S3'ün cəmidirsə, bizə isə S1 böl S2'ni 1 böl 3 nisbətində verir. Ona görə də mən bura bir S deyəcəm. Bura isə S2'ye isə 3S deyirəm. O zaman S3'ün sahəsi isə qalacaq 2S. S3 hissəsi, yəni 2S'lik hissə 12'dirsə, S də bərabərdir 6'ya. Bu zaman S1'in sahəsi 6'ya, bura isə 6'nın 3 qatından 18 olacaq. Biz də S2
üçbucağının, yəni DYS üçbucağının sahəsini axtarırıq ki, olacaq 18. Növbəti perimetri 24, iti bucağı 30 dərəcə olan polyqramın bir tərəfinə biçik bucaqların tən bölənləri qarşı tərəf üzərində kəsişərsə, bu xassəyə aid məsələlər çox düşür, ehtiyatlı olun. Əgər polyqramın bir tərəfinə biçik bucaqları qarşı tərəf üzərində gəlib kəsişdiyi zaman, burada bir M deyirəm, tən bölən. Baxın, AB-miz MB-yə bərabərdir. Qarşı tərəflər olduğundan CD də AB-yə bərabərdir. Və yenə bərabər yanlı üçbucaq ayırdığından MC də CD-yə bərabərdir. Yəni, burada bərabər yanlı üçbucaqlar əmələ gəlir. AD isə 2A-ya bərabərdir və içəridəki üçbucaq da hər zaman düzbucaqlı üçbucaq olur. Və kənar tərəflərini toplasanız 6A bərabərdir 24-dən, A da bərabərdir 6 santimetrə. Deməli, bizdən istədikləri nədir? Deməli, biz polyqramın kiçik tərəfinin 6, böyük tərəfinin isə 12 santimetr olduğunu tapdıq və iti bucağı bizə 30 dərəcə vermişdi. Və biz də polyqramın sahəsini axtarırıq. S polyqram bərabərdir AB sinüs alfadan, yəni 6 vurulsun, 12 vurulsun, sinüs 30-da da alacaq 2-də 1. Buna görə də sahəmiz olacaq 36 santimetrin kvadratı. Növbəti sahəsi 110 olan rombun BD diaqonalı üzərində götürülmüş nöqtədən rombun AB tərəfinə qədər olan məsafə 4, AD tərəfinə qədər olan məsafə 6-dır. Bu rombun perimetrini axtarır. Gəlin rombu bu şəkildə çəkək ki, hündürlüklər endirəndə rahat olsun. A, B, C, D. Sahə 110-dur. Romb olduğunu unutmayın. Bütün tərəflər bərabərdir. BD diaqonalı üzərində götürülmüş nöqtədən rombun AB tərəfinə qədər olan məsafə. Baxın, buradan bura qədər olan nöqtəni biraz aşağıda qeyd edeyim. Bu nöqtədən bura qədər AB tərəfinə qədər olan məsafəmiz 4. AD tərəfinə qədər olan məsafə isə 6-dır. Rombun perimetrini axtarın. Tərəflər də bərabər olduğundan AA deyəcəm. Gəlin, həmin nöqtə ilə A təpəsini birləşdirək. Burada bir nöqtənin adını veriblərmi? Xeyr, K qoyacam. İçəridə yaranmış ABK üçbucağının sahəsinə baxsaq, S, A, B, K bərabərdir. A vurulsun, 4 bölünsün 2-dən, edəcək 2A, S, deməli, B, A, K, D. SAKD üçbucağının sahəsi isə 6 vurulsun, A bölünsün 2-dən, edəcək 3 dənə A. Bu çəhrayı və sarı rəngli üçbucaqların sahəsi bütöv ABD üçbucağının sahəsini verdiyindən edəcək 5A və bu SBCD-nin sahəsi də 5A-dır. Bütövlükdə rombun sahəsi etdiyinə 10 dənə A. 10A bərabərdir 110-dursa, A bərabərdir 11-ə. Rombun tərəfi 11 santimetrdirsə, perimetri 4A-dan 4-ü vururuq 11-ə, edəcək 44 santimetr. Növbəti polyqramın diaqonallarının kəsişmə nöqtəsidir. O nöqtəsi BM MC-yə bərabərdir. Polyqramın sahəsi 32-dirsə, MOC üçbucağının sahəsini tapın. Şəklimizi çəkək. Biraz şəkil xoşa gəlin olmadı. Gəlin, yenidən çəkim. A, B, C, D. AC diaqonaldır. Deməli, BM MC-yə bərabərdirsə, MO-nun indi nə olduğu haqqında fikir yürüdək. Axı, O nöqtəsi diaqonalların kəsişmə nöqtəsidir. Diaqonallar da kəsişdiyi yerdə yarıya bölünmürdümü? Deməli, artıq görürsünüzmü? MO iki tərəfin yarısıdır. Deməli, bu üçbucağın ABC üçbucağının olacaq nəyi? Ortaq xətti. Ortaq xətti isə oturacağın yarısına bərabərdir. Və ortaq xəttin ayırdığı üçbucağın sahəsi də böyük bucağın sahəsinin 4-dən 1 hissəsidir.
Ona görə də bura biz S, bura isə burada AM də birləşdiriblər. Baxın, bura S-dirsə MOS üçbucağının sahəsi, burada MO həm də median rolundadır. Ona görə ABC-nin, baxın, AMO-nun sahəsinə də S deyəcəm və aşağı hissə 3S olduğundan burada düşəcək 2S. Deməli 4S orada, 4S də aşağıya olacaq o zaman. Paralelogramın sahəsi 8S, 8 yerə bölünür artıq 32-dirsə, bir üçbucağın sahəsi burada 4-dür. Yəni o da MOS üçbucağının sahəsidir. Yalnız bu yox, həmçinin AMO üçbucağının sahəsi də 4-dür. ABC-ninki 8, digər ASD-ninki isə 16-dır. Növbəti paralelogramda yenə bir paralelogram sualı. AB tərəfinin uzunluğu 4. Yəni yan tərəfdə şəkli çəkim. Üzərində yazmamız üçün. İçəridə bir üçbucaq yaranıb. Adlandıracağım. A, B, C, D. İştiraklanmış hissənin sahəsi 7 kök 3'dür. Bizə AB-ni 4, B, A, D. Yəni iti bucaq 60 dərəcədir. İti bucaq 60 dərəcədirsə, hündürlük də endirə bilər. Çünki hündürlük təkcə buradan deyil, buradan da endirilən hündürlük həm də üçbucağın hündürlüyüdür ki, eyni olacaq. Buradakı, bura bir K qoyum. ABK bucağı olacaq 30 dərəcə. ABK üçbucağında 30 dərəcəli bucaq qarşısındakı AK kateti 2-yə, 60-ın qarşısındakı BK isə hündürlüyü, bura H yazacağım ki, o da katetdən kök 3 dəfə böyükdür. 2 kök 3. Yəni bu hündürlük də 2 kök 3'dür. Ancaq biz oturacağın uzunluğunu bilmirik. X deyirəm. İştiraklanmış hissə. Yəni A, B, A, M, D üçbucağının sahəsi tərəf və ona çəkilən hündürlüyün yarısı bərabərdir. 7 kök 3'dürsə, 2'lər getsə, X kök 3 7 kök 3'dürsə, X də buradan olacaq 7. Yəni uzun tərəf oldu 7 santimetr. Biz də axtarırıq paralelogramın perimetrini. P bərabərdir 2 vurulsun A plus B'dən. Yəni 4 ilə 7'nin cəmini 11'i vuracaq 2'yə. 22 santimetr olar. Növbəti paralelogramda A və D bucaqlarının tən bölənləri K nöqtəsində kəsişirlər. Çəkək. Adlandıraq. A, D, C, bu da B. Deməli, bu da tən böləndir, bu da tən böləndir. Bilirik ki, tən bölənlər kəsişdiyi zaman düz bucaq altında kəsişir. Yəni bir tərəfə bitişik bucaqların tən bölənləri. Bizdən isə düz bucaq olduğunu verməmişdi. Biz xassiyyə görə təyin elədik. Bu həmin nöqtədən perpendikulyara endirilib və AY-nin uzunluğu 8, 7'nin uzunluğu 2'dir. Biz isə YK-nın uzunluğunu tapa bilərik. Düz bucaqlı, üç bucaqda. Y deyib bura. K deyib Y yazdım. KY bərabərdir kök altında MN. Yəni proyeksiya sayılıraq artıq 2 və 8'in uzunluğu. 2 vurulsun 8'dən kök 16'dan eləcək 4. Bura qalsın. Bu da tən bölən idi. Biz bayaq bu xassiyədən istifadə elədik. Tən bölən üzərində götürülmüş nöqtədən endirilən məsafələr. Yəni YK uzunluğu tapılmalıydı ki, biz bu K'dan AB tərəfinə çəkilən hündürlüyün də 4 cm olduğunu bilək. Eyni ilə K'dan DC tərəfinə endirilən hündürlüyün də 4 cm olduğunu görək. Yəni artıq nə gördük? Paralelogramın hündürlüyü hardan çəkirsiniz çəkin olacaq 8 cm. Paralelogramın AB tərəfinin uzunluğunu bilmirik. X deyək. Ancaq sahəsi bizə verilib 120. Artıq tapa bilərik. X vurulsun 8 bərabərdir 120'dirsə, X bərabərdir 15'e. Növbəti. A, D, C, B.
A və B bucaqlarının tənbölənləri K nöqtəsində kəsişir. Bu da tənbölən, bu da bir tənbölən. AY uzunluğu 9. Burada K'dan perpendikular indirilir. AY uzunluğu 9. YB uzunluğu 4'tür. Yenə də bayaqki xassəni burada keçərlidir. Çünki tənbölənlər istər qarşı tərəf üzərində kəsişsin, istər daxildə hər hansı bir nöqtədə kəsişsinlər. Hər zaman düz bucaq altında kəsişirlər. Onun üçün də KY uzunluğu bərabərdir. Kök altında 9 vurulsun 4'dən. Kök altında 36. Bu da edəcək 6. YB bunları verdi. BC. Yəni bu tərəf 7 idi. Biz nə axtarıq? Paralelogramın sahəsini. Bura oldu 13 santimetr. Buradan burada indirsək, yenə olacaq 6 santimetr. Deməli, K'dan bu tərəfə indirilən hündürlük 6'dırsa, axı bu da tənböləndir. Baxın, belə kölgə var. Bu da tənböləndir. AK da tənböləndir. Yəni, K'dan Y'yə qədər olan uzaqlıq 6'dırsa, K'dan AD'yə qədər olan uzaqlıq da 6'dır. Görürsünüz, burada oxşar üçbucaqlar da yaranır. Yəni, biz də bunu 40-40 xətlə göstərək. Burada oldu 6 santimetr. Yəni, birləşdirsək artıq bu paralelogramın özünün hündürlüyü deyilmi? Baxın, buradan da indirsəniz 12 santimetrdir. Buradan da indirsəniz hardan olur olsun, paralel xətlər olduğundan 12 santimetrdir. Yəni, paralelogramın hündürlüyü oldu 12. Bizə sahə axtarırıq. Yəni, digər hündürlük əlimizdə yoxdur. Düz tapa bilərdik, ancaq ehtiyac olmadı. Ona görə də 7'ni 12'ye vuraraq paralelogramın sahəsi S bərabərdir. 7 vurulsun 12'dən edəcək 84 santimetrin kvadratı. Şəkildə 6'nın 8'ə olan düzbucaqlı formasında torpaq sahəsində küncləri bu sahənin tərəflərinin orta nöqtəsinə yerləşən şəkildə kimi dördbucaqlı şəkildə hovuz tikdilər. Hovuzun sayısı. Ümumiyyətlə uşaqlar, istər bu şəkildə paralelogram versinlər, istər başqa bir dördbucaqlı olsun. Yəni daxilində əgər tərəflərinin orta nöqtələrini birləşdirəndə yeni bir dördbucaqlı yaranırsa, hər zaman içəridəki dördbucaqlının sahəsi kənardakı dördbucaqlının sahəsinin yarısıdır. Yəni düzbucaqlının sayısı burada 6'nı 8'ə vuraraq 48 edirsə, şəkildəki hovuzun sayısı isə onun yarısından edəcək 24. Növbəti son 2-3 məsələmiz qaldı. Sahəsi 24. Diaqonallarının uzunluqlar cəmi 12 olan rombun tərəfini tapın. S bərabərdir. D1 vurulsun D2 bölünsün 2 24'ə. Diaqonalların uzunluqlar cəmi, yəni D1 üstə gələk D2 isə 12'dir. Rombun diaqonallarının hasili edəcək 48 və D1'in kvadratı üstə gələk D2'nin kvadratı bərabərdir 4A kvadratından. Əslində tərəfdə yoxlamaq olar. Diaqonalların cəmi, bunu D1 plus D2'nin mötərizə kvadratı çıxılsın 2D1. D2 bərabərdir 4A kvadratından. Diaqonallar cəmi 12. Kvadratı edəcək 144. Çıxılsın. Diaqonallar hasili 48 idi. 2 qatı edəcək 96. Bərabərdir 4A kvadratıdırsa, yox, cavab köklə alınır. Tərəf yoxlamaq alınmayacaqdır. Deməli, etdi 8. Neç etdi? 13, o da 4, 48 bərabərdir 4A kvadratı. A kvadratı bərabərdir 12'ye, kvadratı 12 olan ədədimiz A da bərabərdir. Kök 12'dirsə, kökdən çıxartsaq 2 kök altında 3 doğru cavab. C variantı. Növbəti paralelogramın hündürlükləri 3 və 4'ə, perimetri isə 28'ə bərabər olarsa paralelogramın sahəsini tapın. Hündürlüyün biri 3, digəri isə 4'dürsə, A vurulsun HA bərabərdir B vurulsun HB'dən, yəni 3A bərabərdir 4B'dən A'ya 4K, B isə 3K deyək. Baxın,
Bura 4K, bura olsun 3K. Yine bura 3K, burada 4K. Perimetr 28, yəni kənar tərəflərin cəmi etdiyinə 14K, 14K bərabərdir 28-dən, K da bərabərdir 2-yə. K 2-dirsə uzun tərəf 8, qısa tərəf isə 6-dır. Biz isə paralleloqramın hündürlüyünü axtarırıq. İstəyən 8-i 3-ə vuraraq, yəni 24, istəyən də 6-nı 4-ə vuraraq da yenə sahəni 24 tapa bilər. 8 vurulsun 3-dən etdi 24. Və son məsələmiz. Paralleloqramın AB tərəfinin uzunluğu 16, AC isə AB 12, AC 16. Görə düz alınacaq bu şəkil. Çox da yaxşı alınmadı. Deməli, ABCD. AC diaqonalı 16, AB tərəfi 12. D təpəsindən AC diaqonalına qədər olan məsafə 4-dür. D təpəsindən AB tərəfinə qədər olan məsafəni axtarırıq. Biz öncə gəlin, tərəf var əlimizdə, ona endirilən hündürlük var. Gəlin ACD üçbucağının sahəsini tapaq. SACD. Tərəf ona endirilən hündürlüyün hasilinin yarısından edəcək 32 santimetrin kvadratı. Diaqonal da paralleloqramın sahəsini 2 hissəyə ayırdığından burada paralleloqramın sahəsi 32-nin 2 qatı edəcək 64 santimetrin kvadratı. İndi isə paralleloqramın sahəsi var, tərəf var, ancaq ona endirilən hündürlük yoxdur. Ona görə də 12 vurulsun, h bərabərdir 64-dən, buradan h da bərabərdir 64 bölünsün 12-dən. Bunu da 4-ə bölərək 3-də 16, yəni 5,3 santimetr alarıq və bununla da sınavımızı yekunlaşdırırıq. İzlədiyiniz üçün təşəkkürlər.